MyGov tətbiqində rəqəmsal şəxsiyyət vəsiqəsini qurumlarla necə bölüşmək olar? MyGov tətbiqi vətəndaşlara dövlət xidmətlərindən sürətli və rahat şəkildə yararlanmaq və şəxsi məlumatlarını vahid platformadan əldə etmək imkanı yaradır. Artıq fiziki sənəd daşımağa ehtiyac yoxdur. Rəqəmsal şəxsiyyət vəsiqəsini bir toxunuşla istənilən qurumla paylaşmaq mümkündür. Bunun üçün MyGov tətbiqini yükləyib, Digital Login vasitəsilə daxil olmaq kifayətdir. Açılan ekranda vətəndaşın rəqəmsal şəxsiyyət vəsiqəsi görünür. Onu bölüşmək üçün paylaş düyməsini klik edildikdə, ekranda dinamik QR kod və 8 simvoldan ibarət sənəd nömrəsi əks olunur. Xidmət göstərən dövlət qurumları, təşkilatlar və şirkətlər MyGov Checker platforması vasitəsilə bu məlumatların doğruluğunu yoxlaya bilər. Bundan əlavə, vətəndaş şəxsiyyət vəsiqəsi məlumatlarını MyGov tətbiqindən PDF formatında yükləyərək təqdim edə bilər. Həmçinin paylaşdığı məlumatlar bölməsində vətəndaş şəxsiyyət vəsiqəsinin nə zaman, harda və hansı quruma təqdim edildiyi barədə tarixçəyə baxa bilər. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli fərmanına əsasən rəqəmsal şəxsiyyət vəsiqəsi fiziki vəsiqə ilə eyni hüquqi qüvvəyə malikdir. Bu o deməkdir ki, vətəndaşlar fiziki vəsiqə tələb olunan hallarda MyGov tətbiqi üzərindən rəqəmsal şəxsiyyət vəsiqəsini təqdim edə bilərlər.